Hamıya salam qızlar. Yeni bir vloqla görüşünüzə gəlmişəm. Bugünkü videomuzun kontenti haqqında sizə məlumat vermək istəmirəm. Düşünürəm ki, bu biraz spoiler olar. Ona görə də videonun irəliləyən dəqiqələrində bir gün ərzində nələr etdik, hansı işləri gördük, onları sizinlə paylaşmaq istərdim. Qızlar, vloqu izlədiyiniz zaman sizin üçün çox sadə və asan görünən, lakin mənim üçün böyük dərəcədə önəm kəsb edən kiçik bir nüansı nəzərinizə çatdırmaq istəyirəm. Hansı ki, videonu bəyənmək və kanala abunə olmağınız məni böyük dərəcədə həvəsləndirir və yeni videoların hazırlanmasında mənə motivasiya rolu oynayır. Bir neçə gün keçməsinə baxmayaraq, kanalda yeni abunəçilərin olduğunu görmək məni həqiqətən çox sevindirir. Ona görə də sizdən bacardığınız qədər mənə dəstək olmağınızı xahiş edirəm. İndi isə gəlin videomuza keçid alaq. Son zamanlarda ən sevdiyim məşğuliyyət sakitçilikdən zövq alaraq çayımı yudumlamaqdır. Fevral ayı nədənsə çox dəyişkən keçmişdi. Yazda yaxud da qışda olduğumuzun heç fərqinə belə varmırdıq. Bəzi yerlərdə həddindən artıq qar yağır, yağış yağır, bəzi yerlərdə isə günəş çıxır. Hətta mənim yadıma gəlir ki, biz fevral ayının ortasındaydıq. Hava o qədər xoş keçmişdi ki, diləklə aşağıda bağa düşüb piknik belə eləmişdik. Əgər alınsa, onu bu videoda bir yerə yerləşdirəcəm, ona da baxa bilərsiniz. Sizi bilmirəm qızlar, amma mən nədənsə uşaqlıqdan bu yana bütün gördüyüm işləri xırda detallarla qeyd eləyib plan tutmağı çox sevirəm. Bəli, düşünə bilərsiniz ki, bunu telefonda yazmaq daha praktik olardı, lakin dəftərdə qeyd eləmək həddindən artıq mənə böyük zövq verir. Çünki eləməli olduğum işləri orada qeyd eləyirəm, sonra kənarlarını istədiyim cürə bəzəyirəm və onları həyata keçirdikdən sonra önlərinə tik işarəsi atmaq həddindən artıq zövq verici və maraqlıdır. Bu vərdiş orta məktəbdən bu yana məndə var. Hansı ki, dərslərimi oxuduğum zaman onlara aid olan oxu və yazı işlərinə bölürdüm. Sonra isə ardıcıllıqla yerinə yetirirdim. Eyni zamanda universitetə qəbul olduqdan sonra həftəlik, günlük, aylıq olan ehtiyaclarımı kiçik bloknotlarda yazırdım. Daha sonra isə onu böyük dəftərlərlə əvəz eləyirdim. Və budur, ailə həyatı qurduqdan sonra da bu vərdişimə davam edirəm. Elə hesab edirəm ki, planlayıcıdan istifadə etmək həqiqətən çox tövsiyə olunacaq və məsləhət görüləcək bir vərdişdir. Siz bilirsiniz ki, sizə lazım olan bütün işləri, görəcəyiniz bütün işlər orada qeyd olunur. Həmin gün onları yerinə yetirə bilməsəniz belə, ən azından yaddaşınızda olur ki, sizin belə bir yerinə yetirməniz gerəkən vəzifəniz var. Hal-hazırki planlayıcıma isə gündəlik ev işlərini qeyd edirəm və daha sonra onu ikiyə ayırıram. Birincisi vloqa əlavə eləyəcəklərim, ikincisi isə vloqa əlavə etməyəcəklərim olur. Amma bu bəzən spontan olaraq baş verir. Çünki bütün gördüyümüz işləri çox təəssüf olsun ki, vloqda göstərməyimiz biraz mümkünsüzdür. Çəkilişləri eləmək həddindən artıq çətin və sonda editləmə prosesi isə ona da çətin olur. Körpə ilə isə bunları eləmək həqiqətən heç də asan başa gəlmir. Ancaq insanda həvəs olanda, gördüyü işdən zövq alanda bu onun çətinliyini həqiqətən göz ardı eləməyə böyük dəstəkdir. Bu tip məşğuliyyətlərə dilə yatdıqdan sonra davam eləyirəm və sizdə vəziyyət necədir? Siz də planlayıcıdan istifadə edirsinizsə orada daha çox hansı nüansları qeyd eləyirsiniz? Sizə çətin gələn və yaxud da ki, asan gələn tərəfləri hansıdır? Zəhmət olmasa bu barədə şərhlərdə mənimlə öz fikirlərinizi bölüşərsiniz. Şərhlər demişkən, keçən vloqlarda bildirmişdiniz ki, arxa fona yerləşdirdiyim musiqi həddindən artıq sinir pozucudur. Ona görə də bu vloqda arxa fona musiqini götürmüşəm. Lakin onu yerləşdirməkdə əsas məqsədim kənardan gələ biləcək olan hər hansısa bir yad səsin bastırılması və yaxud da ki, önün alınması idi. Əlbəttə, sizin fikirləriniz də mənim üçün həddindən artıq vacibdir. Ona görə də sizi narahat edən hər hansı bir nüans olduğu zaman onu şərhlərdə mənimlə bölüşün. Mən də yeni vloqlarda onu aradan qaldıraraq daha gözəl videolarla sizin qarşınıza çıxım.
Qızlar, sizin paltar ütüləməklə aranız necədir? Etiraf edeyim ki, mənim heç aram yoxdur. Ona görə də yuyulandan sonra qatlayıb yerinə yığıram. Zərurət yarandıqda isə onları ütülüb belə istifadə edirəm. Mənə elə gəlir ki, bu qədər paltarın hamısını ütülüyüb axıra çıxmaq özü bir vaxt itkisidir. Çünki elə günün yarısı buna həsr olunur. O əsnada isə yerdə qalan başqa işlərimizi eləsək, mənə elə gəlir ki, daha məqsədə uyğun olar. Bu arada paltarları qatladığım otaq bizim qonaqlar üçün nəzərdə tutulmuş olan otaqdır və burada 2 dənə tək nəfərlik çarpay var. Lakin çarpaylar biraz standart ölçüdən fərqlidir, azca böyükdülər. Ona görə də onların üzərinə yerləşdirdiyim döşəklər biraz kiçik qaldı, üzərlərini tam tutmadı və ona görə də onları buradan yığışdırmışam. Görürsünüz, paltarlar da matrasın üzərindədir. Döşəkləri yenidən parçalarını alıb sırtmağa verməyə düşünürəm ki, tam ölçülərini alsın. Narahat, diskomfort bir hissiyat yaratmasın. Qızlar, videonu editlədiyim zaman görürəm ki, danışmadığım hissələr ASMR tipli videoları daha çox xatırladır. Əşyalardan çıxan səslər, əl səsləri, tıkırtı səsləri hardasa onunla eyniliyi təşkil eləyir. Əlbəttə, bu tip videoları sevənlər də var. Siz də videonun belə hissələrini bəyənirsinizmi? Zəhmət olmasa şərhlərdə bunu da qeyd eləyin ki, növbəti videoda nəzərə alım, yoxsa elə də xoş təəssürat yaratmırmı? Burada da yoldaşımın corablarını top eləyib səliqəyə salıram. Ümumiyyətcə qızlar, corab elə bir mövzudur ki, çox dərin fəlsəfi bir məna kəsb eləyir. Ona görə də çalışın yoldaşlarınızın corablarına qarşı məsuliyyətli olun. Evimizə yeni köçdüyümüz zaman paltarları yerləşdirməkdə olduqca çətinlik çəkmişdim. Çünki həmin vaxt evdə bir hündür tumbuçqa, bir də 2 gözlü şkaf var idi. Aydındır ki, bu qədər paltarı ora yerləşdirmək heç də asan başa gəlməzdi. Ona görə də yoldaşımla qərara gəldik ki, evə yeni bir şkaf alaq və həmin vaxt həm bizim ailəvi dostumuz, həm də çox yaxın olan bir qohumumuz var idi. Onlar biləndə ki, bizim belə bir şeyə ehtiyacımız var, bizə ev hədiyyəsi olsun deyə yeni bir şkaf aldılar. Həqiqətən bu bizim əlimizdən çox tutdu. Mən elə məhz bu səbəbdən də onlara çoxlu sağ ol deyirəm yenə burada. Əl üst dəsmallarını, can dəsmallarını, eyni zamanda stəkan dəsmallarını yerləşdirdiyim bu çəkməcədə həmin o qeyd elədiyim hündür tumbuçqadır. Hansı ki, onun 2 gözü var və aşağısı da 2 qapıdan ibarətdir. Stəkan dəsmallarını mətbəxdəki çəkməcəyə yerləşdirsəm, əslində daha məqsədə uyğun olardı. Amma çox təəssüf ki, oradakı çəkməcələrin hər birini digər əşyalarla doldurmuşam. Evdə hədəqasız o qədər ıvır-zıvır əşya var ki, heç onları hara yerləşdirəcəyimi özüm də bəzən bilmirəm. Yoldaşım da mənə deyir ki, bu qədər dəxlisiz əşyanı niyə saxlayırsan? Mən fikirləşirəm ki, əslində vaxt gələndə onlar bizə lazım olurlar. Bu ehtimalı nəzərimdə tutduğum üçün heç bir əşyanı atmıram və həqiqətən də vaxt gəlir keçir, o yığdığım ıvır-zıvırlar mənə lazım olur. Nə vaxt ki, həmin ıvır-zıvırları atmaq istəyirəm, aradan bir qədər vaxt keçəndən sonra gəlir, onlar mənə lazım olası olurlar. Sonra da öz-özümə deyirəm ki, ayda keşke atmazdım, keşke saxlasaydım. Bir də qızlar, bir dənə də qəribə adətim var. Fərqli ölçülərdə olan qutulardır, karton bağlamalardır. Onların heç birini atmıram, saxlayıram özümdə. Onlar nədənsə fikirləşirəm ki, bunlar da mənə lazım olarlar. Həm də ki, görüntüləri çox belə xoşuma gəlir deyə saxlayıram. Elə ona görə də bəzən vacib olan əşyalarımı yerləşdirməyə də yer tapmıram. Elə yoldaşım da buna görə məni danlayır. Qızlar, fikir verirsinizsə, bütün yastıq üzləri, pastel üzləri hamısı qatlanmış vəziyyətdə idi. Lazım olanı götürdüyüm vaxtı qalanları səliqəyə salsaydım, bu qədər tör-töküntülük yaranmazdı. Həm də ki, bu qapıların aşağıda da diləyin əli çatır. Keyfinə düşəndə gedib açır, qurcalayır. Ona görə də belə səliqəsiz ortam yarana bilir. Mən də paltarları, yəni yuyulmuş paltara qatladığım üçün dedim, burada bir əl atım, buranı da səliqəyə salım. Yuyulmuşları da, əvvəldən qalanları da səliqəyə saldım və bir-bir yığışdırdım, qoydum yerinə. Kadrda qeyd eləməmişəm, amma tumbuçqanın ön hissəsində və yan tərəfində tozlar var idi. Onları da silib təmizləmişəm. Əvvəlinə baxa bilərsiniz.
Çox təəssüf ki, belə bir mənzərəni daha canlı göstərə biləcək hələ elə bir kamera növü kəşf olunmayıb ki, onu sizə buradan ötürə bilsin. Həqiqətən burada hava çox gözəl idi və mənzərə hədağasız qəşəng idi. Bu da mənim mənzərəmdir. Yuxudan təzə oyanıb şirinlik eləyir özü üçün, həm də istəyir ki, mən onu oradan tez bazar götürüm. Görürsüz yeməyə necə iştahla baxır. Maşallah deyib keçirəm. Bu kadrları görəndə Diləyin ilk dəfə əlavə qidaya necə keçirmişdim, həmin vaxtlar yadıma düşdü. Əlbəttə bütün mütəxəssis və pediatr məsləhətlərini nəzərə almışdım deyə mənə elə gəlir ki, elə çox əziyyət çəkmədim. Həmin vaxtı nələri eləmişdimsə, onları da istəyirəm sizinlə biraz bölüşüm. İlk növbədə uşağı 6 ayından tez əlavə qidaya keçirmək olmaz. Bəzən görürük ki, ya nənələr, ya valideynlərin özü uşağın 3 ayı olduğu zaman onu bizim özümüzün yediyimiz yeməklərdən dadızdırırlar. Belə hallara yol vermək olmaz. Bunun əsas səbəbi ondan ibarətdir ki, uşaqlar irəliləyən zamanlarda yemək seçməklə üzləşə bilərlər. Necə? Məsələn, valideynlər elə olur ki, şirin qidalar verirlər və yaxud da ki, çayla, şirin çayla, qəndlə və yaxud da ki, dadlandırıcılar olan peçenyelərlə uşaqları qidalandırmağa başlayırlar. Daha sonra isə faydalı olan tərəvəzli yeməklərdir, hazırlanmış qidalardır. Artıq onlar onu yemək istəmirlər. Beləliklə də yemək seçiminlə üzləşmiş olurlar. Növbəti diqqət eləməmiz gerəkən əsas məqamlardan biri isə nədir? Uşaqda yeməyə maraq oyanmalıdır. Biz onun önünə boşqabında yemək qoyuruq, qaşığını qoyuruq. Sonra da düşünürük ki, indi üstünü batıracaq, indi oturduğu yeri batıracaq. Belə məqamlara fikir vermək lazım deyil. Çünki əgər özümüz belə orada otursaq, yemək yemək istəyirik və yeməyə maraqlıyıq. 2 dəqiqədən bir bizim ağzımızı silsələr, boşqabı qabağımızdan götürsələr, ağzımıza yemək getməmiş əl-qol atılsa, əlbəttə ki, biz o yeməyi yemək istəmərik. Körpə də məhz belədir. Ona görə də ona əvvəlcə yeməyə maraq oyanmalıdır. O özü yeməlidir, barmağını batırmalıdır, üz başını bulamalıdır. Beləliklə bu onda həm motorikasını inkişaf elətdirəcək, həm də yeməyə qarşı bir maraq oyadacaq, iştah oyadacaq. Belə əgər biz ona qarşı gəlsək, əlbəttə ki, yeməyə qarşı iştahsızlıq yaranar və hətta yeməyi seçməklə üzləşə bilərik. Bunu da qeyd edeyim ki, qızlar, mənim sizə vermiş olduğum tövsiyələrin hər birini özüm araşdırma apararaq, pediatr məsləhətlərinə və yaxud da ki, analar üçün oxuduğum məqalələrdə qeyd olunanlar əsasında deyirəm. Amma heç bir uşağın orqanizması digərinkinə eynilik təşkil eləmir, böyüdüyü mühit digərinkinə oxşarlıq təşkil eləmir. Ona görə də siz bu situasiyalarla fərqli formada qarşılaşa bilərsiniz. Burada mən sizə peşəkar formada məsləhət vermirəm. Sadəcə öz gördüklərimi əsaslanaraq sizə bir tövsiyə kimi ötürə bilərəm bunları. Görürsünüz, burada necə şirin-şirin oynayır. Əslində, mən Diləyə oyuna maraq yaratmaq mənim üçün heç də asan olmayıb. Hətta deyərdim ki, yeməyə öyrətmək asan olubsa da, oyun oynamağa maraq yaratmaq heç də asan olmayıb. Hal-hazırda bu ayın sonunda yaş yarımı tamam olacaq və hələ o indi oyun oynamağa maraq göstərir. Əslində, bu məni çox sevindirir. Yatmazdan əvvəl həmişə belə oyunlar oynayırıq. Bir də ən sevdiyi oyunlardan biri də qaçdı tutdudur. Ya mən qaçıram, o məni tapmağa çalışır, ya da ki, o qaçır, mən onu tutmağa çalışıram. Yatmamışdan əvvəl isə bu onun yorulmasına və axşam rahat yatmasına böyük köməklik göstərir. Dilə yatandan sonra isə mən də başlayıram qalan işlərimi görməyə. Əsas işim mətbəxdə olur, çünki gün ərzində yığılan qablardır, Diləyin yemək yediyi masadır, stolun üstüdür, qonaq otağında olan səliqəsizlik falandır. Çalışıram ki, onları axşamdan eləyim, ən azından səhərə ev təmiz olsun. Düzdür, uşaqlı evdə təmizlik elə də uzun çəkmir. Gərək biz bu təmizliyi gündə 4-5 dəfə eləyək ki, istədiyimiz görüntüyə nail olaq. Qızlar, bilirəm ki, vloqlarda söhbət eləməyi çox sevirsiniz. Ancaq açığı deyim, bəzən nədən danışacağımı özüm də bilmirəm. Ona görə də yenə mənə köməkdarlıq eləsə çox yaxşı olar. Yorumlarda zəhmət olmasa sizə maraqlı gələn nələr varsa, onları yazarsınız. Mən növbəti videomu o əsnada hazırlayaram. Həm də sizin marağınız gedərmiş olar. Qabları yuyanda fikirləşdiyimə baxın qızlar. Deyirəm ki, heç olmaya bu boş qabları, stəkanları başa düşdük. Bunları yumaq asandır. Ancaq bu qazanları yumaq ki var, ən zəhləm gedən işlərdən biridir.
Öz-özümə elə gəlir ki, nə qədər yusam da heç təmiz olmurlar. Yağ ləkəsi üzərlərində qalır. Halbuki bəlkə 2 dəfə, 3 dəfə şampunlayıram. Hətta axırda elə olur ki, götürürəm yağ sözüsü belə vururam, amma yenə də o istədiyim nəticəni əldə edə bilmirəm. Bəs siz qazanları filan yuyanda nəsə belə fərqli tüyolardan istifadə edirsiniz? Onu da zəhmət olmasa yazarsınız da mənə, bir məsləhətinizi eşidərdim. Axşamüstü Dilək kartoşka yemişdi. Hətta deyərdim yemişdi, yox, bütün aləmdən çıxarmışdı. Ona görə də antibakteriyal salfetlərdən istifadə edirəm. Qızlar, işimi o qədər asanlaşdırır ki, həm təmizlədiyi yeri gül kimi eləyir, həm də ki, qoxusu möhtəşəmdir. Bir dəfə istifadə eləməklə işinizi çox asanlaşdırır. Əvvəllər stol dəsmallardan istifadə edirdim. Onları da ki, gah yu, gah təmizlə, gah xlora qoy, bilməm neynə. Bir dəfə yuyursan, iyisi, qoxusu normal gəlir ya gəlmir. Sonra da tullanğı olur, gedir. Ondan sonra bunlardan istifadə eləmək çox rahatdır. Bir paçka, hətta istifadə eləməyinizdən asılı olaraq xeyli müddət gedir. Mən də ki, əlimin altından belə salfetləri əksik eləmirəm. Sizə də bunu məsləhət görərdim. Burada da kartoşkanı heç ummadığım bir yerdən tapıram. Təmizliyi yekunlaşdırdığımı sanmışdım. Sonra da görürəm ki, bu neymiş, sürpriz. Onu da deyim ki, qızlar, bu qədər təmizlədim, gül parçası elədim. Ancaq səhərə ondan heç bir əsər əlamət qalmamışdı. Diləyə səhər ertə yumurta bişirmişdim. Yumurtanı bütün aləmdən çıxardı. Bütün yer, masanın üstü, yəni öz sir-sifəti, əl-ayağı, yəni yağ içində idi də. Amma mənim üçün bu düzdür, elə də problem eləmirəm. Əsas qarnına bir şey yesin, bir şeylər yesin. Nəhayət bir videonun sonuna da gəldik qızlar. İnşallah gələn vloqlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Kanala abunə olub like atmağı da unutmayın.